Prezidentin vəkili deyiləm, amma lazım olarsa vəkili də olarıq. Deməli, İlham Əliyevin Şimali və Cənubi Kiprlə bağlı verdiyi məlumat sosial şəbəkələrdə, xüsusən Türkiyə sosial mediasında yenidən gündəm olub və bəzi Allah qəni rəhmət eləsin Əziz Nəsinin dediyi dırnaq arası Türkiyəlilər prezidentlə bağlı irəli-geri fikirlər səsləndirib. Deməli, İlham Əliyev deyir ki, biz Rum kəsiminin yaşadığı Cənubi Kipri Kipr Respublikası olaraq tanımırıq. Çünki biz Şimali Kipr Respublikasını olaraq tanıyanlardarıq. Yəni o kəsim ki, orada Türkiyəlilər yaşayır. Güney ilə Quzeyin fərqini ayıra bilməyən, Kiprin içərisində Türkiyələrin hansı ərazidə yaşadığını bilməyənlərin prezidentə dil uzatmağa ayrı bir əyləncə idi. Bəziləri də deyir ki, onları tanımamaq yetməz, gərək siz qardaşsızsa bizi Şimali Kipri rəsmi olaraq tanıyasınız. Və qeyd eləyək ki, şəhərin mərkəzi nöqtələrindən birində Şimali Kiprin nümayəndəliyi var Bakıda. Və bu tanıtımın təməlidir. Və bugün Azərbaycanlılar Şimali Kiprə gedib vizasız oranı ziyarət edə bilir turist olaraq. Üstəlik Şimali Kiprdə Azərbaycanın mədəniyyət mərkəzi, bəzi Azərbaycanlılara məxsus qurumlar fəaliyyət göstərir. Bu, hər iki ölkə arasında münasibətlərdən söhbət gedir. Yəni biz Rumların olduğu kəsimi deyil, Türklərin olduğu kəsimi qəbul edirik. Və yaxın günlərdə Prezident İlham Əliyev Antalya forumunda eyni şəkildə Şimali Kiprin hər zaman yanında olduğunu dilə gətirir. Bunlar da kifayət eləmir. Bilirsiniz ən gülməli nədir? Prezidentlər oturub Turan birliyi ilə bağlı tədbirlər toparlayıb, nələrsə eləyib, gələcəyə yönəlik nəsə eləyir. Hansısa özünü sözünü bilməyən, tarixindən xəbəri olmayanlar, özünü Türk kimi qəbul edə bilməyənlər, bu türklük onlara ki ağır gəlir, oturub prezidentlərin eləyəcəyi siyasəti müzakirəyə qoyurlar. Və mən bir Azərbaycanlı jurnalist olaraq Müsavat.com-da əməkdaşlıq elədiyim zaman Şimali Kipr heyətindən gələn qonaqları qəbul edib, onlardan müsahibə almışam, hətta millət vəkilindən və həmin müsahibədə məhz Şimali Kipr mətbuatında dərc olunmuşdu ki, və millət vəkili də, Türkiyəli millət vəkili həmin müsahibəni mənə göndərmişdi ki, bu da mənim üçün böyük bir qürur idi ki, məhz Azərbaycanda Şimali Kiprin tanıtımı ilə bağlı nəsə elədim və bu da qardaş, yəni Kipr, Şimali Kiprdə dəyərləndirilmiş oldu. Heç deyilsə, Türkiyələrin içərisində ağıllı rəylər yazıb Azərbaycan prezidentinin fikirlərini ifadə etməyə çalışan insanlar var idi ki, o cür Türkiyələri görəndə ürəyim açılır ki, heç olmasa azdan çoxdan tarixi bilən, tarix barədə məlumatı olan insanlar var ki, bu cür ağıllı rəyləri görəndə ürəyim açıldı.